Mənim çəkildiyim ilk filmlərdə mənfi rolda oynamışam. Bunlardan biri nə geri çəkil, nə də təslim ol filmi olmuşdur. Bundan sonra Qanlı İdman filmi mənə çox böyük uğur gətirdi. Bu film çox çətin proses idi. Burada bütün gücümlə məşq edirdim ki, film yaxşı alınsın. Beləcə, film mənə böyük mükafat qazandırdı. Mən bu günə kimi çoxlu filmlərə çəkilmişəm. Çoxlu əziyyətlər çəkmişəm. Amma razı olmaram ki, oğlum mənim çəkdiyim ağrıları çəksin. Çünki kino ağır sənətdir. Kənardan baxana bu sadə gəlir, amma belə deyil. Çünki bir filmə çəkilmək üçün bütün ömrünü ona həsr edirsən ki, film yaxşı alınsın. Məsələn, mənim məşhur filmlərimdən biri olan Kiborg filmi. Bu filmə görə mən 2 gün yata bilmədim. Çünki bu filmə çəkilmək məsuliyyət tələb edirdi. Hətta nahar etməyə belə vaxtım yox idi. O filmin bir səhnəsində qaçmaq səhnəsi var idi. Mən qaçmalı idim. Düşmənlər də mənim arxamca. Bu səhnədə elə sürətlə qaçdım ki, bədənimdə bir neçə əzələ dartıldı. Amma buna baxmayaraq o səhnə çəkildi.